Əziz qardaşlar, 2025-ci ilin belə bir gözəl Hyundai Santa Fe SE komplektasiya. Maşın 2.5 mühərrikdir. Ön hissəsində maşının belə bir sağ tərəfində, sol tərəfində belə bir zədəsi var maşının. Krolosunda da zədəsi, farasında da, buferində, bir də yüngül qapının bu uç hissələrinə keçib maşının. Maşının zədəsi belədir. Maşının ön hissədə buferində bir-iki kosmetik işləri olacaq. Maşının sol hissəsində heç bir zədəsi yoxdur. 38.500 dirhəmlə maşının aksiyona daxil olur. Maşının arxa hissəsində heç bir zədəsi yoxdur. Maşının sol hissəsində də az önce bəhs etdiyim zədədir yalnız. Bir dəfə də göstərim. Bu tərəfdən də belə bir zədədir gördüyünüz kimi. Maşında açarsı daxil olma, kör nöqtənin sensörü mövcuddur. Belə bir salon var maşında, belə bir salon mövcuddur. LED priboru, monitoru, belə bir 7-7 salonu mövcuddur maşının. Zolaq izləmə, zolaq tamam, məsafə saxlama. Sonra park sensoru, yoxuş aşağı enişin köməkçisi, avtoholdu mövcuddur. Kim maraqlı olarsa maşının bini bizlə əlaqə saxlasın, maşını gözəl bir qiymətə əldə edib sizlər üçün göndərək. Maşın həqiqətən yaxşı maşındır.